Bu evdə ləhlülül eləyən ər-arvad bir müddətdən sonra başlarına gələcək problemlərdən xəbərsiz özləri üçün şellənirlər. Şellənməkləri çox çəkmir, kişini işdən qovurlar, arvad pul qazana bilmir, vəziyyətləri getdikcə pisləşir, ləhlülül eləməyə belə halları qalmır. Məsələ burasıdır ki, ailə yeni evlərini tikəcəkdilər, buna görə də kredi götürmüşdülər. İndi ev yarımçıq qaldı, olan qalanları da yavaş-yavaş banka getməyə başladığı üçün tamamilə pulsuz qalırlar. Ailə çıxış yolu üçün son 5000 dollarını da götürüb gedirlər kazinoya. Kazinoda bu pulun da içinə sıçıb qoyurlar ora. Amma burada bir dayda ilə tanış olurlar ki, daydayda pul pox kimidir. Dayda ilə söhbət əsnasında risk adam oğlana bir dənə seksualini təklif eləyir. Deyir ki, arvadınla bir gecə keçirməyimə icazə ver, 1 milyon dollar sənindir. Kişi razı olmur, qayıdırlar evə. Evdə arvad başlayır ki, bəs evimiz yarımçıq qalıb, kreditimiz adımız var, bir gecə ilə heç nə olan deyil, sən kişiliyin icazə ver, razılaşaq. Qaqaş da ailəsini belə pulsuz parasız qoymağını öz oğlanlığına sıxışdıra bilmir, təkliflə razılaşır. Səhərsi gün vəkil dostuna zəng eləyir ki, bəs Dilarə üçün 1